Yəni bilmirəm, aranda Hə, ola bilər. yox. Bəli, olmayıb, yəni Kürdəmirdə olmayıb. Aha. Yəni mən yenə də deyirəm, öz fikrimi sizə bildirirəm ki, təlimlər edəcəklər. Çünki sertifikasiya diaqnostika imtahanından çox daha böyük və məsuliyyətli bir imtahandır. Çünki işin ucunda müəllimlərin talehləri həll olunur. Aydındır? İstər maaş cədvəli yüksəlir, daha doğrusu maaşları yüksəlir, istərsə də heç birimizin istəmədiyi forması kəsilmələr olur da. Bildiyiniz kimi keçən il ibtidai siniflərdən kəsilən 700-dən çox Bəli, müəllim bəli, oldu. bəli. Bəli, Allah uzaq eləsin Allah uzaq bağçadan. eləsin. Yəni Əlbəttə ki, heç Allah kim istəməz, heç kim hamımıza istəməz ki, kömək eləsin. kimsə Bəli. işindən olsun. Allah siz müəllimələrin də köməyi olsun, çox sağ olsunlar. Yəni belə dəstək göstərirsiniz, ödənişsiz. Yəni hər Sağ olun, birinizə Allah mərsi. kömək olsun. Çox sağ olun. Sizlər də ki, qoşulursunuz. Ki, qoşulun da, bu sizin üçündür. Mən sizin üçün əziyyət çəkirəm. İstəyirəm ki, dəstək olsun, müəllimlər də yararlansın. Düzdür, ödənişli qruplarımız da var, ödənişli formada hazırlaşan müəllimlərimiz də var. Amma çalışırıq ki, ödənişi ödəyə bilməyən müəllimlərə də cüzi də olsa köməkliyimiz dəysin. Onlar da çalışsınlar ki, həqiqətən məsuliyyət dərk edən insanlar üçün bu başqa bir şeydir. Məsuliyyət dərk edən insan deyir ki, bəli, mənim işim var, mən işimə bərkərdən yapışmalıyam. Ona görə çalışırıq. Məsuliyyəti dərk etməyən insanlar üçün artıq vec deyil də, yəni mən imtahana girəcəm və yaxud imtahana girməyəcəm, heç dəxli də yoxdur. Ona görə sizdə tək istəyim belə deyim də müəllimlər, o qədər pis bir şeydir. Çünki iş demək nə deməkdir? Günümüzün yarısı deməkdir. Elə deyil. Günümüzün yarısını keçirdiyimiz ikinci evimiz kimidir. Şəxsən mən özüm də işləyirəm. Öz iş yerimi o gözlə baxıram ki, bəli, mənim ikinci evimdir bağça. Mən burada işləyirəm kollektivimlə eyni qaydada. Ona görə də elə bil ki, həyatımızın tam yarısı, tən yarısı dəyişilir. Allah hər birinizə 65 yaşa çatıb pensiyaya çıxaraq işdən çıxmağı nəsib etsin. Və bu şəkildə yox, bu şəkildə faciədir. İnşallah müəllimə, amin cümləmizə. Siz başda olmaq şərti ilə. Çox sağ olun. Baxaq görək saatımıza. 2-3 dəqiqəmiz qalıb. Başqa nəsə sual ola bilər? Məsəl üçün, sertifikasiya imtahanından başqa MIQ imtahanımız da ola bilər ki, qrupumuzda MIQ-lərə hazırlaşan müəllimlərimiz ola bilər. Onu da deyim. Bildiyiniz kimi müəllimlər, MIQ imtahanı elədir ki, hər il baş tutan bir prosesdir. Keçən il düzdür, MIQ imtahanı oldu, amma ondan əvvəlki il təxirə salmışdılar. Niyə? Vakansiya sayı az idi. Amma bu illər ərzində müsahibələri fərqliləşdirdilər. Müsahibələrdə belə deyək də, birdən daha çox müəlliməni müsahibədən keçirtdilər, yedəkdə saxladılar, gözləmədə saxlayan müəllim şəklində saxladılar onları. Ona görə də hal-hazırda MIQ imtahanı olma ehtimalı da çox yüksəkdir. Bu il həm MIQ imtahanı da gözlənilir, həm də ki, sertifikasiya imtahanı gözlənilir. MIQ yoxsa sertifikasiya imtahanı çətilir. Yadınızda saxlayın. Bir mütəxəssis olaraq mən demək istəyirəm ki, çünki mən çox imtahanlarla həşr nəşr olan bir insanam. Birinci sertifikasiyanız çox rahat olacaq. Birinci, bu il getdiyiniz sertifikasiya həqiqətən də diaqnostika imtahanı kimi rahat olacaq. Nə Mən bunu gözəl əminliklə müəllim, deyə bilərəm. inşallah. Amma, Çox sağ olun müəllimə, gözəl çox motivasiya. siz sağ olun, amma ki, kəsildinizsə, İraq, heç kim istəməz ki, kəsiləsiz. Kəsildinizsə, vay halınıza gələnini çox çətin eləyəcəklər. Bunu hardan mən görmüşəm? Bunu mən ibtidai sinif müəllimlərindən görmüşəm ki, ibtidai sinif müəllimlərinin birinci sertifikasiya imtahanını rahat etdilər. 50 baldan yuxarı çoxlayan çox müəllim oldu. Amma ikincidə 35-i keçən nadir insanlar oldu. Həqiqətən də çox az bir, belə deyək, faiz 40-dan yuxarı bal topladı. Ona görə biz Bəli ondan da müəllimə, şübhələnirik, istər coğrafiya bəli. müəllimləri olsun, yəni Bu, onların da sertifikasiyalarına baxaraq deyə xitam, bilərik. bəli, xitam məqsədi ilədir də, Bəli, yəqin ki, xitam planlı, məqsədi proqramlı ilədir. şəkildə, bəli. Fidan Keçid, müəllimə, Müəllimə, bir də üzr istəyirəm, qeyri-ixtisaslara deyirlər guya aha, şans orada verməyəcəklər, orada ibtidai sinif gələcəkdim müəlliməsi müəllimə. üçün. Aha, Orada bəli. gələcəkdim. Qeyri-ixtisasları əzizim, bax belə bir söhbət gəzir ki, guya qeyri-ixtisas dediyimiz anlayış birinci onu deyim ki, iki yerə bölünür. Biri pedaqoji ixtisasdır. Biri pedaqoji ixtisasdan savayı digər ixtisaslar. Məsəl üçün sosial iş ola bilər, bank işi ola bilər və yaxud da heç diplomu olmayan şəxslər ola bilər. Heç diplomu Bəli, olmayan bəli, şəxslərlə sosial işi bəli. olan şəxslər eyni səviyyədədir. Aydındır? Nurlan müəllimə, narahat olmayın, qeyd edirəm əzizim. Bayaq dediniz, cavab yazmadım sizə.
Bəli, bax heç ixtisası olmayandan, sosial iş olsun, bank işi olsun, yəni humanitar fənn deyil də, yəni humanitar ixtisas deyil, pedaqoji ixtisas sayılmayan ixtisaslar eyni kəfədədirlər. Bir də var pedaqoji ixtisas, məsəl üçün coğrafiya müəllimi, ibtidai sinif müəllimi, tarix müəllimi və bunları bitirib bağça müəlliməsi olaraq işləyir. Bunlar hamısı pedaqoji ixtisas sayılır. Pedaqoji ixtisaslara güya deyirlər, baxın bu dəqiq deyil, bu bir şayədir. Bu hələ ki bir söz olaraq qalıb. Qəti surətdə mən dəqiqliyindən demirəm. İtləyə bilərsiniz müəllimə, narahat olmayın. Ailə və ev təhsili imtahana buraxılır. Bəli, halal xoş olsun. Onu demək istəyirəm ki, müəllimlər, güya deyirlər ki, qeyri-ixtisaslara, yəni mən dediyim ikinci formada qeyri-ixtisaslara ikinci şans güya verilməyəcək. Amma hələ elə dəqiq bir məlumat yoxdur. Yadınızda saxlayın. Yəni insanların illərdir, belə deyək, həyatlarını sərf etdikləri, nətər deyim, vaxtlarını sərf etdikləri işdən birinci imtahandan kəsilmək söhbəti hələ bunu dəqiqləşdirə bilməzlər. Əlbəttə ki, mən deyirəm ki, yəni bir təlimçi olaraq fikir bildirə bilərəm ki, ikinci mərhələni verəcəklər onlar da, ikinci turları olacaq. Amma bu dəqiq deyil. Bunu nə vaxt biləcəyik? İmtahana 1 ay qalmış. 1 ay qalmış belə verəcəklər, belə xəbərdarlıq edəcəklər ki, bəli, artıq sizin məsəl üçün ikinci mərhələniz olacaq və yaxud da olmayacaq. Yəni ən azından 1 ay qalmış verəcəklər. Deyirsiniz ki, çərçivə sənədi. Bir çox müəllim soruşur ki, müəllim sertifikasiya imtahanının çərçivə sənədi nə olur? Müəllimlər, çərçivə sənədi verilməyə də bilər. Bunu bilin. Çərçivə sənədi diaqnostik imtahanında sizə verilən çərçivə sənədi var idi ha, yəni yadınızdadırsa, onun üzərindən hazırlaşın. Düzdür, Fidan müəllimə, 2021-ci ilə qədər olanlar ki, o da belə deyim də müəllim, o da çox şayiədir. 2022-ci ildə bir müdavimim var idi. O getdi, iştirak elədi imtahanda. Hal-hazırda müsahibəsini də keçib oturub işində. Yəni o dəqiq deyil. Onun olduğuna baxmayın. O bir fənd işlətdilər. Gördülər ailə ev təhsili də toplaşıblar bağça müəllimlərinin üzərinə. Ona görə etdilər bu hadisəni. Yəni o dəqiq deyil. Bir də gördünüz bu il yenidən elə. bəs müdirlər üçün nə vaxt olar? Fidan Müdirlər müəllimə, üçün nə də il vaxt axırında gözlənilir? gözlənilir. Müdirlər üçün də, yəni mən bilirəm ki, ilin axırına qədər bu birinci formada bağça müəllimlərin hazırlaşdıracağı 2027-nin əvvəlinə də qala bilər, 2026-nın sonuna da ola bilər. Amma onu da edəcəklər. Sertifikasiya imtahanı mütləq formada edəcəklər. 60 yaşa qədər olan müəllimlər sertifikasiya imtahanından da keçəcək. Onda belə çıxır ki, müəllimə, bağça müəllimələri ilə, yəni tərbiyəçilərlə müdirlər bərabər olacaqdı onda imtahanları. Bərabər olmayacaq müəllimə. 2026-nın ilk 6 ayında böyük ehtimalla ki deyirlər, böyük ehtimal bir 60%, 65% ehtimalla deyirlər ki, sertifikasiyanı etsinlər. Çünki mənim özümün yaxın çevrəmdən Təhsil Nazirliyində işləyənlər də var. Onların arasında gələcək dəqiq bir söhbət deyil ha, ki mart ayında mı edək, iyul ayında da mı edək. Yəni bu aylarda söhbət gəzir. Ən çox imtahanlar nə vaxt olur? Mart Yayda. ayından noyabr ayına qədər MİQ və sertifikasiya imtahanları baş tutur. Başa düşdünüz? Fidan müəllimə, sizin testləriniz Telegram kanalında var. Yəni əlavə testləriniz olur. Əlavə testlərim də olur, sınaqlarım da olur. WhatsApp kanalımda da paylaşıram sizlərlə sınaq. Yəni bu ay biraz zəif oldu sınaqlarım, amma yenidən gələn həftə inşallah yenə sınağım olacaq. Ümumi sertifikasiya imtahanı üzərindən, yəni o səviyyədə bir sınaq edəcəm. Mən demişəm, mənim sınağımdan 35 bal toplayan müəllimin sertifikasiyada kəsilmə ehtimalı yoxdur. Bəlkə də mən sertifikasiya imtahanından daha çətin edirəm suallar ki, müəllimlər o Telegram minvalı kanalı- öyrətsinlər. Fidan müəllimə, Telegram kanalında işləyirəm, mən müdirəm. İşləyirəm sizin testləri, amma istəyirəm linki olan linklə işləyəm. Əlbəttə ki, mənə nömrə ilə yazın, mən sizə WhatsApp-dan belə deyim, sınaq linklərimi atım işləyin. Hə, nə olur, xahiş edirəm, yaxşı. Canınız sağ olsun, o nə Çox sağ olun, deməkdir? müəllimə, Narahat olmayın, havalıq bunu hamıya eləyim, çox edirəm. sağ olun. Siz sağ olun əzizim. Dərsimizə başlayaq artıq. Əlavətən danışmağa ehtiyac yoxdur. Çox gözəl bir dərs keçəcək. İnşallah heç bir problem olmazsa, internet getməzsə, dərsimiz çox yaxşı olacaq. Gözəl bir slayd şəklində mən tərtib etmişəm dərsimizi. Bəli, müəllimə, gözəl də nitqiniz var. Çox sağ Belə olun əzizim. rəiyyatım var, maşallah. Çox sağ İnşallah olun. gününüz Səsiniz olsun. Çox sağ Müəllimə, olun. mən həmişə sizin YouTube-da da baxıram, izləyirəm sizi. Telegram kanalında da həmişə testlərinizi işləyirəm. Çox sağ olun. Sadəcə dəstək xarakterli edirəm. Müəllimlərim
belə deyək də, Çox yararlana bilsinlər. Onlara da belə deyək, dəstək ola bilək. Ona görə edirəm hər şeyi. İnşallah ki, xeyirli olar hər birinizə imtahan. Ürək açıqlığı ilə imtahanınıza gedib imtahanınızdan qayıda da bilərsiniz. Əlbəttə ki, onu deyim ki, müəllimlər, ödənişli dərslərimiz də tamam fərqlidir. Düzdür, bax, hər bir təlimçi elədir ki, hər bir şeyi başa salmır. Şəxsən mən də eləyəm, yalandan sizə deyə bilmərəm ki, bunu. Amma çalışdığım qədər istəyirəm ki, müəllimlər yararlana bilsinlər də. Əlimdən gəldiyi qədər. Çox sağ olun Ülfət müəllimə, çox sağ olun əzizim. İndi bircə saniyə mən ekranımı qayd edim. Fatimə müəllimə, əlinizi qaldırmısınız. Buyurun. Salam Elima, axşamınız xeyir. Axşamınız xeyir olsun. Müəllimə, mən elmlik imtahanına hazırlaşıram. Yəni bu il bitirmişəm məktəbi. Bilmək istərdim ki, keçid balı neçədir? İmtahan neçə mərhələdən ibarət olur? Suallar necə olur? Asan olur, çətin olur? Hardan başlamalıyam? Hardan, yəni bu barədə mənə köməklik edə bilərsinizmi Əlbəttə zəhmət ki, sizə olmasa? köməklik edə bilərəm. Əzizim, üzr istəyirəm bütün müəllimlərdən vaxtını alırıq hər bir müəllimimizin. Fatimə müəllimə, sizdən xahiş edəsəm, mənə nömrəmə yaza bilərsiniz əzizim. Mənim nömrəmə yazın. Nə sual Bəli, verin. müəllimə, olar olmasın. Sevə-sevə əzizim, sizə Başla. cavablandıracağam. Mən heç vaxt ondan özümü bilən deyiləm. Nə sualınız varsa, 7/24 telefon açıqdır, yaza bilərsiniz mənə. Yazın mənə, mən ətraflı formada hansı suallarınız var, mən sizə başa salım. Aydındır. Burada vaxtdan aparmayaq müəllimlərimizin hamısı çox sağ olsunlar. Başla. 46 dənə var. Vaxtın ayırıb Bəli. dərsə qolmaq istəyirlər. Bəli. Aydındır. Müəllimə, bir də üzr istəyirəm, müdaxilə eləyirəm. Kitabdan məsələn özümüz oxuyarıqsa, test edəriksə, uğur əldə etmək olar. Yəni hər gün dərs Belə davam. deyək, oxuduğunuz kitabın belə deyək, rahatçılığına baxır. Qoyun sizə deyim də, açar sözlərlə Aha. olunubsa, belə deyək, əsas məqamları götürübsə, mənimlə yalan danışmayaq da. Var kitabı doldurmaq üçün lazımsız söhbətlər aparanlar da var. Mən görürəm. Məndə bir çox müəllimin kitabı da var. Var açar sözlərlə tərtib edənlər də var. İndi mən hamısına şamil etmirəm bunu. Düzdür, mən ad çəkməyəcəm həqiqətən. Nə yaxşının adını çəkməyəcəm, nə pisin adını çəkməyəcəm. Var elmi dildə dolduranlar da var. Yəni elmi dildə o qədər doldururlar ki, 60 yaşı var bu müəllimin. 60 yaşına Düzdür, 2-3 ay qalıb bu adam. Bu adam necə başa düşsün bunu? Var açar sözlərlə edən. Mən tövsiyə edirəm ki, almamışdan əvvəl əzizlərim, kitablara baxasınız. Lap PDF formasında da satılanlar var. PDF-lərə də baxasınız. Sırf açar sözlərlə olanlar varsa, onları alın. Aydındır. Düzdür. Əgər Tamam. götürmə qabiliyyətiniz yaxşıdırsa, niyə də olmasın? Var müəllimlər 35 bal, 40 bal. Ya 40 baldan yuxarı siz kitab götürüb hazırlaşıb 50 bal toplaya bilmərsiniz. Yəni mən bunu yalandan deməyim sizə. Amma 40 bala qədər toplaya bilərsiniz. Çox sağ olun müəllim. Onun əzizim artıq dərs. Müəllimə, müdirlərin də sertifikasiyası asan da olar bu il, yoxsa? Onu mən sözün açığı artıq bundan sonra müdirlərdə hazırlaşdırmağa başlayacağam. Orada onun çərçivə sənədində işləməli olacağam. O çərçivə sənədin üzərində işləyib mən sizə deyə bilərəm ki, mən necə olacaq. Aydındır əzizim. İndi əzizlərim, hər birinizi təşəkkür edirəm dərsimdə hal-hazırda iştirak etdiyinizə görə. Valdorf nəzəriyyəsini keçəcəyik. Biz Valdorf nəzəriyyəsi özü son illərdə bizim çərçivə sənədimizin içərisinə daxil olan nəzəriyyələrimizdən biridir. Son illər deyəndə axır 3 ildən söhbət gedilir. Bu nəzəriyyə ümumi olaraq qısa bir məlumat vermək istəyirəm. Kim tərəfindən yaradılıb? Hal-hazırda ekranı görürsüz yəqin ki və dərsdə iştirak edə bilməyib, yarıda çıxan müəllimlər ola bilər. Heç narahat olmayın. Dərsi YouTube kanalımıza yükləyəcəyik. YouTube kanalımızdan da baxa bilərsiniz. Valdorf nəzəriyyəsi deyəndə birinci ağlımıza gələn şəxs Rudolf Steiner olur. Yəni Valdorf adında şəxs deyil əziz müəllimlər. Rudolf Steiner tərəfindən yaradılan bir nəzəriyyədir Valdorf nəzəriyyəsi. Mənası var, çox böyük bir mənası var Valdorf nəzəriyyəsinin və digər nəzəriyyələrdən fərqlənən bir sıra çoxlu xüsusiyyətlər var və biz bu gün bu xüsusiyyətlərlə əziz müəllimlərim digər nəzəriyyələrlə fərqləndirəcəyik. Birinci olaraq kimdir? Nədir bu Valdorf nəzəriyyəsi və kim tərəfindən yaradılıb? Bundan bəhs etmək istəyirəm. Bu yanaşma 1919-cu ildə Rudolf Steiner tərəfindən Almaniyada yaradılıb. Harda? 19-cu ildə, 1919-cu ildə Rudolf Steiner tərəfindən Almaniyada yaradılıb. Buna səbəb fabrik işçilərinin uşaqları üçün məktəb yaratmaq təşəbbüsü idi. Steiner uşaqların mənəviyyatını inkişaf etdirməyinin vacibliyinə inanırdı. O, rus sonunda fikir
fikirlərindən böyük pedaqoq olub. Rusda da burada demək istəyirəm. Fikirlərindən də ilhamlanaraq iddia edirdi ki, uşaqlar təbii, qayğıkeş və rahat mühitdə böyüklərin belə deyək də xaricdə müdaxiləsi olmadan böyüməlidirlər. Bu slayda keçid edək. Nə dedi? Dedi ki, Russo'nun fikirlərindən də ilhamlanaraq o iddia edirdi ki, uşaqlar təbii, yadınızda saxlayın, təbii, qayğıkeş və rahat mühitdə böyüklərin xaricdən müdaxiləsi olmadan böyüməlidirlər. Pedaqoji yanaşmanın əsasında belə bir fikir dayanırdı ki, müəllimlər, insanlara onları əhatə edən təbii aləmi kəşf etmə imkanı verirsə, onlar təbii yolla inkişaf edəcəklər. Gördüyünüz kimi təbiilik anlayışı bir neçə cümlədə bir neçə dəfə keçdi, elə deyil. Valdorf nəzəriyyəsi deyəndə də ağla birinci olaraq təbiilik, təbii materiallar ola bilər, təbiilik ola bilər, belə deyək, təbii aləmə buraxılaraq uşaqların inkişafından söhbət gedir Valdorf nəzəriyyəsində. Birazdan daha çox deyinəcəyik. Steynerin əsas məqsədi müəllimlər açar söz olaraq, açar mahiyyətdədir. Texnologiyanın insana verdiyi pis təsirlərin mədəniyyətə yarada biləcəyi problemlərə köklənmək idi. Texnologiya bir sözlə desək, Rudolf Steiner düşmən idi. Uşaq inkişafında texnologiyanın olmamağına üstünlük verirdi. O təsirdə elə yenilik yaratmaq istəyirdi ki, müəllimlər, çətinliklərin öhdəsindən gələ biləcəyi uşaqlar yetişsin. İndi hal-hazırdakı dövrümüzə baxaq. Uşaqların əlində telefon, tablet, kompüter verirlər ki, uşaqlar belə deyək, ağlamasınlar, yeməklərini yesinlər. Amma bizim dövrümüzdə elə deyildi, elə deyil. Biz çöldə, toz torpağında, içində eşələnmişik, palçıqdan da oyuncaqlar düzəltmişik və bu sayədə biz hər çətinliyin öhdəsindən gələ biləcək bir şəxsiyyət kimi olmuşuq. Amma indiki uşaqlar istəmirik ki, ay ağır qaldırsınlar, ay nə bilim problemlə üzləşsinlər. İstəyirik ki, qarşılarında olan hər bir xırda daşı onların qarşısından təmizləyək. Amma Waldorf nəzəriyyəsində bu belə deyildi. Onlar istəyirdilər ki, daha doğrusu Rudolf Steiner istəyirdi ki, uşaqlar hər bir çətinliyin öhdəsindən gələ bilsinlər. Nəzəriyyənin əsas anlayışları da var ki, pedaqoji yanaşmanın əsası öyrətmə və öyrənmənin humanist ideyalarla təşkili idi. Baxın, humanist sözü sonda da deyəcəm, açar sözlər olacaq, ekranın şəklində götürə bilərsiniz. Açar mahiyyətində sonda verəcəm. Humanist sözü, əziz müəllimlər, bu nəzəriyyənin açar sözlərindən biri idi. Humanist ideyalarla təşkil olunurdu bu nəzəriyyə. Steiner bu fikirlə razı idi ki, uşaqlar böyüklərin dünyasından kənarda öz təbiətlərinə uyğun böyüməlidirlər. Valdorf pedaqogikasının əsas amili nə idi? Baxın, burada da qeyd etmişəm. Söz azadlığı idi. Pedaqoji yanaşma uşaqların hərtərəfli inkişafına, insan ruhuna, azadlıq verməyə xidmət etməlidir. Bu yanaşma həmçinin uşaqların emosiya və hisslərinin inkişafını da nəzərdə tuturdu. Steiner konstruktiv pedaqogikada tətbiq olunan fikirlərlə deyil də, hərtərəfli mənəvi inkişafsa əsaslanan humanist ideyalarla daha çox həmfikirdir. Gördüyünüz kimi humanist ideyalar, söz azadlığı bir neçə dəfədə cümlə içərisində mən işlətdim. Yəni humanist anlayışı, söz azadlığı anlayışı Steinerin əsas mənəviyyatı kimi bir şeydir. Valdorf pedaqoji yanaşmasını ən yaxşı izah edən xarakteristika daim inkişaf edən insan obrazıdır. Yəni daim öz üzərində inkişaf edən, yerində saymayan bir xarakteristikanı mənimsəyirdilər. Həmçinin də bütün uşaqların gözəllikləri sevməsi və incəsənətlə bağlı olması üçün çalışırdılar. Digər pedaqoji yanaşmalardan olduğu kimi burada da önəmli olan hər bir uşağın özünə məxsus ehtiyaclarına köklənmək idi ki, biz uşaq yönümlü təlimdə idi, hal-hazırda da bu belədir. Uşaqların hər birinin xüsusi yanaşmalıdır, onların hər birinin istək və arzularına diqqət yetirməliyik biz uşaq yönümlü yanaşmada. O dövrdə də bu belə idi. Yəni bu pedaqogikanı götürən zaman, bu nəzəriyyəni biz götürən zaman diqqətli saxlayırıq. Nəyə görə götürürük? Bu da uşaq yönümlü bir yanaşmaya aid olduğuna görə götürürük. Uşaq inkişafının müəllimlər, baxın, bu çox ümumi lazım olan bir məqamdır ki, uşaq inkişafının 7 yaşa qədər xüsusi dövr adlanan hansı belə deyək nəzəriyyədə desələr, 7 yaş anlayışı harda varsa bilin ki, Valdorf nəzəriyyəsindən gedir. Ki 7 yaşa qədər heç bir uşaqlara yazmadır, riyaziyyatdır, yazı bacarıqları öyrədilmir. Bu 7 yaşdan yuxarı uşaqlara daha çox şamil olunur. Yəni uşaq inkişafında 7 yaşa qədər xüsusi dövr anlayışı Valdorf nəzəriyyəsinin içərisində gedir. Müəllimin rolu nədən ibarətdir? Müəllimin rolu
Regio və Montessori pedaqoji yanaşmalarına nisbətən müəllimlər burada daha çox uşaqlarda birgəlik və bərabərlik hissini formalaşdıran, müdaxilə edən mənəvi bələdçi rolundadır. Təkrar edirəm. Uşaqlarda birgəlik və bərabərlik hissini formalaşdıran, lakin müdaxilə edən mənəvi bələdçi rolundadır. Amma Reggio Emilia və Montessori'də belə deyildi. Müdaxilə etməyən, gözə görünməz bələdçi rolunda idi müəllim. Amma Waldorfda bu belə deyil. Müdaxilə edən obrazdadır müəllim. Yəni onlarla birgə işləyir. Yəni onların içərisindədir, onlara təmasdadır. Amma Montessori'də belə deyildi. Kənarda dayanıb onlara belə deyək, tamaşa edirdi. Daha sonra mənəvi bələdçi anlayışı da baxın. Mənəvi bələdçi, müəllimin rolu mənəvi bələdçi söhbəti də Waldorf nəzəriyyəsində var. Bunları qeyd edə bilərsiniz qısa-qısa. Daha sonra əziz müəllimlərim, bununla yanaşı uşaqların bir-birinin daha doğrusu və ətraf mühitin qayğısına qalmağa həvəsləndirmək də əsas şərtlərdəndir. Waldorf pedaqoji yanaşmasında müəllim həmişə uşaqların yaxşılıqdır, həqiqətdir, gözəllikdir, bunları öyrənməsinə və daim onların inkişafına işlənməsinə bələdçilik edirdi. Yəni bunlara bələdçi rolunda oynayırdı. Uşaqların davranışı ilə bağlı problemlə üzləşdikləri zaman ya fəaliyyət növü dəyişdirilirdi, ya da yeni hekayə danışılırdı, ya da onlara incəsənət növündən nümunələr göstərilir. Gördüyünüz kimi müəllimlər, hekayədir, nağıldır, incəsənətdir. Yəni bunların hər bir əziz müəllimlərim bədiliyə əsaslanır da, incəsənətə əsaslanır. Təhsil bir incəsənətdir anlayışı məhz bu nəzəriyyədə yaradılıb. Məhz bu nəzəriyyənin içərisinə daxil olunur. Təhsil bir incəsənətdir sözü harda keçirsə, bilin ki, Waldorf nəzəriyyəsindən söhbət gedir. Nə dedik? Davam edək. Xüsusilə nağıl və hekayə danışmaq bu sistemin əsas hissələrindən biri olurdu. Ətraf mühitin rolu nə idi? Gördüyünüz kimi, uşağa diqqət yetirək. Bu şəkillərin hər biri Waldorf nəzəriyyəsinə aiddir. Onu demək istəyirəm sizə. Uşaq nə edir? Gördüyünüz kimi təbii materiallarla işləyir də. Daşdır, taxtadır, yarpaqdır, belə deyək, budaqdır, çubuqdur, qozadır. Hər bir görürsünüz ki, təbii materiallardadır, elə deyil. Mühit təbii komponentlərdən təşkil edilməli və qayğı ilə əhatə olunmalıdır. Oyuncaqlar və vasitələr daha çox əl ilə düzəldilir, material olaraq da taxtaya üstünlük verirdi. Təbiəti tərənnüm etmək üçün təbiətdə olan müxtəlif rənglərdən istifadə edilirdi. Düzdür, təbii materiallar bir çox nəzəriyyədə var, amma ən çox hansında keçir söhbəti varsa, bilin ki, Waldorf nəzəriyyəsi. Çünki sırf texnologiyanın xüsusiyyətlərindən uzaqlaşırdı deyə, təbiiliyə, təbiətə, uşaq fəaliyyətinin üstünlüyü verirdi deyə bu nəzəriyyə təbiiliyi daha çox ön planda saxlayırdı. Yanaşmanın təcrübədə tətbiqi nədən ibarətdir? Erkən yaşlı uşaqların öyrənmə prosesində ilk dəfə müəllimlərini təqlid etməyə başlayırlar. Yəni müəllim nə isə edirdisə, gördüyünüz kimi, uşaqlar da ona baxaraq təqlid edirdilər. Məktəbəqədər təhsil müəssisələrində əsas fikir tətbiq edərək öyrənmədir. Yəni axtarıb araşdıraraq öyrənmədir. Kiçik yaşlı uşaqlar hekayələr, mahnılar, keyfiyyətli materiallarla iş, düzgün davranış formaları vasitəsilə fiziki və nitq inkişafı, düşüncə və təxəyyülün gələcək inkişafının əsaslarını yiyələnirdilər. Bu pedaqoji yanaşma əsasən 7 yaşa qədər uşaqlara heç bir oxuma, yazma, riyazi bacarıqlar öyrədilmir üzərinədir. Bayaq da dediyim kimi, 7 yaşa qədər heç bir oxuma, yazma, heç bir riyazi bacarıq uşaqlara öyrədilmirdi. Amma bizdə hal-hazırda 5 yaşından uşaqlara artıq sadə riyazi təsəvvürlər məşğələsində məktəb təlimini artıq hazırlayırıq. Savad təlimi məşğələsində məktəb təlimini hazırlayırıq. Amma bu pedaqogikada, bu nəzəriyyədə bu belə deyildi. Bunun əvəzində onlara oynamaq və həqiqətən də bu metod çox gözəldir. Onlara oynamaq və kəşf etmək üçün daha çox zaman verilirdi. Uşaqlar böyük yaşlarda öyrənmək üçün zəruri olan enerjini və ya oynamaq həvəsini erkən yaşlardan itirməməlidirlər. Çünki həqiqətən də önlərində çox uzun bir zaman olduğuna görə o zaman ərzində onsuz da öyrənəcəklər də. Qoyaq uşaqlar 7 yaşa qədər əylənsinlər, oynasınlar, dünyanı kəşf etsinlər. 7 yaşdan sonra isə artıq belə deyək, savada, riyazi bacarıqlara üstünlük verə bilər. Bunu əsas götürürdü. Bu düzgün bir yanaşma tərzidir. Waldorf metodunda öyrənmə prosesi ardıcıl həyata keçirdi.
Əvvəlcə tanışlıq, baxın burada da qeyd etmişəm, Valdor metodunda öyrənmə prosesi ardıcıl həyata keçirilirdi. Əvvəlcə tanışlıq. Tanışlığı tərbiyəçi müəllim vasitəsilə edirdilər. Sonra tanışlıqdan təcrübəyə, təcrübədən isə müxtəlif anlayışlar əldə edilirdi. Sadalanan 3 addım isə nəyə əsaslanırdı? Həqiqi öyrənmə prosesinin əsasını təşkil edirdi. Bu 3 addım həqiqi öyrənmə prosesi adlanırdı. Təkrar edirəm. Əvvəlcə tanışlıq, tanışlıqdan təcrübə, təcrübədən isə müxtəlif anlayışlar əldə edilirdi və bunu 3 addıma həqiqi öyrənmə prosesi deyilirdi. Sonra oyuna keçək. Oyunlar Oyunlar isə həm əyləncə, həm də fiziki aktivlik xarakteri daşıyırdı. Metod müəllimlərin hekayələri və uşaqların qiymətləndirilməsi ilə öyrənmə imkanlarını genişləndirirdi. Valdorf pedaqoji yanaşmasının tərəfdarları müasir texnologiyaların uşaqların inkişaf imkanlarını və yaradıcılıq qabiliyyətlərini məhdudlaşdıracağını düşündükləri üçün otaqda heç bir texnoloji avadanlıq daşımırdılar, heç bir texnoloji avadanlıqdan istifadə etmirdilər. Bunu da qeyd etmək lazımdır ki, baxın, bayaq da dediyim kimi, təhsil bir incəsənətdir anlayışı, düşüncəsi mövzunu estetik mühit yaratmaqla uşaqları aşılamağı iddia edirdi. Estetik, çox gözəl. Baxın, otaqlara baxaq. Görürsünüz, otaqlar həm estetik cəhətdən insanın ruhunu oxşayan, baxın, burada da həmin söhbət var. Otaq görürsünüz, nə gözəl rəngarəng, sırf uşağın ruhunu, belə deyək, tərənnüm edən şəkildə canlandırır da, incəsənətə üstünlük verirdi. Deyirdi ki, bu düşüncə mövzunu estetik mühit yaratmaqla uşaqlara aşılama imkanını təşkil edirdi. Xüsusi rolu olan hekayələrin dinlənilməsindən sonra da uşaqlar əldə etdikləri bacarıqlar vasitəsilə hekayələr haqqında fikirlərini ya bədiləşdirib danışırdılar, ya da əyləncəli tamaşa quraraq ifadə edirdilər. İndi iş formalarından danışacaq. Gördüyünüz kimi bayaqki şəkillərdə də mən göstərmişdim. Hər birində qruplar formasında işləyirlər. Ya qrup, ya da kollektiv formada işləyirlər. Qruplarda eyni yaşlı uşaqlar elə vaxt olurdu iştirak edirdi. Dövrümüzdə bu nəzəriyyənin tətbiqində Böyük Britaniyada olan təcrübəni nümunə göstərə bilərik. Bu Britaniyadakı Valdorf məktəbləri 1945-ci ildə Michael Hall tərəfindən Valdorf məktəbinin yaradılması ilə başladı. Yəni ilk Valdorf məktəbini Michael Hall Britaniyada yaradıb. Valdorf məktəbləri həmişə birgə təhsil tam əhatəli ilə təbliğ edirdi. Birgə təhsil deyəndə də biz kollektivçiliyi hər zaman götürürük. Buraya inanc və mənşəyi müxtəlif olan, yəni məsəl üçün qaradərli də ola bilər, müsəlman da ola bilər, xristian da ola bilər, rus da ola bilər, fərqi yoxdur. İnanc və mənşəyi müxtəlif olan 3 yaşından 18 yaşına qədər olan hər cür qabiliyyətli uşaqları qəbul edirdilər. Ailələr və müəllimlər üçün festivallar, teatr tamaşaları təşkil olunurdu, məktəb yarmarkaları vasitəsilə icma tədbirlərindən zövq almaq üçün çoxsaylı imkanlar yaradılırdı. Valdorf nəzəriyyəsinin üstünlüyü uşaqların erkən ixtisaslaşma əvəzinə öyrənmə prosesində sevinc tapmaq və uşaqlığın zənginliyini yaşaya biləcəkləri yaradıcı bir öyrənmə mühiti təmin etməkdən ibarət idi. Valdorf tədris proqramı bütün uşaqlara nəzərə alan təhsil prinsiplərinə əsaslanan çevik bir pedaqoji təlimatlar uşağın inkişafını müxtəlif mərhələlərinə uyğun işləmək üçün yaradılırdı. Yadınızda saxlayın. Sırf belə deyək də, uşağın əyləncəsinə üstünlük verirdi, uşağın maraqlarına üstünlük verirdi. Sırf uşaq yönümlü bir yanaşması var idi. Hər bir şagirdin fiziki və emosional, intellektual, daha sonra mədəni və mənəvi ehtiyacları eyni səviyyədə diqqət yetirilirdi. Gördüyünüz kimi uşaq yönümlü yanaşmadan söhbət verir. Dərs proqramının əsas fənləri tematik bloklardan ibarət idi, tədris olunurdu. Bütün dərslər bədii, praktiki və intellektual məzmunun balansını ehtiva edirdi. Mərkəzi Avropada ilk Valdorf məktəbinin açılmasından çox sonra bu təhsil dünyanın hər bir yerində və hər sahədə insanlara ilham verməkdə davam edirdi. Valdorf məktəbləri sürətlə dəyişən və qeyri-müəyyən dünyanın tələbləri ilə mübarizə apara bilən, hərtərəfli balanslı insan yetişdirmək üçün ciddi nüfuza malik idi. Sırf yəni insan formalaşdıqca, inkişaf etdikcə belə deyək, cəmiyyətdə öz ayaqları üzərində dura bilən uşaqlar yetişdirməyi amaçlayırdı. Valdorf məzunları dünyaya olan maraqları və bacarıqları ilə sonra təhsildə və iş yerlərində qiymətləndirilirdilər. Bu ümumi olaraq gördüyünüz, baxın, bu səhifə var ha. Bunu belə deyək, skrin edib götürə də bilərsiniz. Ümumi olaraq bu, mən hər zaman dərslərimdə buna üstünlük verirəm. Qoy bunu da deyim ki,
Sırf açar sözlərlə. Yəni bu harda görürsünüzsə, humanist bir prinsipdir, anlayışı. Harda varsa bilin ki, Valdorfdan söhbət gedir. Almaniyada 1919-cu ildə fabrik işçilərinin övladları üçün qurulub. Harda varsa bilin ki, Valdorfdan söhbət gedir. Düzdür. Uşaqlara azadlıq vermək, onları böyüklərin dünyasında kənarda saxlamaq, kənarda belə deyək, cəmiyyətə formalaşdırmaq, bu da eyni qaydada Valdorfun açar sözlərindəndir. Nağıl və hekayələrin sıx-sıx oxunulması, dinlənilməsi, tərbiyəçi müəllim müdaxilə edən mənəvi bələdçi rolunudur. Baxın, bayaq da dediyim kimi, tərbiyəçi müəllimin rolu nədən ibarət idi? Tərbiyəçi müəllim müdaxilə edən mənəvi bələdçi rolunda idi. Estetikası, bədii zövqə, gözəlliyə önəm, yəni bədilikdən, incəsənətdən söhbət gedirsə, yenə eyni qaydada Valdorf nəzəriyyəsini biz əzizlərim götürə bilərik. 7 yaşına qədər uşaqlara oxuma, yazma yoxdur anlayışı yenə eyni qaydada bu nəzəriyyəyə aiddir. Bilgəlik bu məktəblərdə ön planda olur. Taxtadan, yəni təbii materiallardan daha çox istifadə olunur. Eyni qrup daxilində olur, yəni eyni yaş aralığında, amma 18 yaşına qədər dinindən, dilindən, irqindən fərq olmadan hər tipdə uşaq o məktəblərdə olur, amma öz yaş aralığında olur. Montessori qruplarında kimi fərqli yaş aralığlarında olmur. Amma eyni yaş, eyni qrup daxilində olur. Uşaqların mənəviyyatına daha çox üstünlük verilir. Öyrənmə prosesi ən əsas olaraq 3 hissədən həyata keçirilir. Tanışlıq, təcrübə və həqiqi öyrənmə prosesi. İlk öncə tanışlıq, tanışlıqdan təcrübəyə, təcrübədən isə həqiqi öyrənmə prosesinə. Yəni bu anlayış keçən imtahanlarda çıxmışdı qarşımıza. Yəni ilk öncə tanışlıq, tanışlıqdan təcrübəyə, təcrübədən isə həqiqi öyrənmə prosesinə. Ona görə açar söz mahiyyətində götürmüşəm. Ona görə qarşınıza çıxa bilər. Ona görə. Yəni sırf bundan ötürü götürülüb bunlar. Dərs ümumi olaraq bu idi. Gördüyünüz kimi heç bir çətinlik anlayışı yoxdur. Amma mən istəyirəm ki, hələ ki ertədir də, hələ ki tezdir. Gəlin test edək bu mövzu ilə bağlı. Olar? Bəli müəllimə, ən gözəl. Bircə saniyə sizdən xahiş istəyirəm. Testi tapım. Güya mən testi tapacaqdım. Atım mən testi işləyək. Görək quizim olmalı idi bu mövzu ilə bağlı. Quiz işləyək. Buradan tapa bilməyəcəm. Quizi tapa bilmədim müəllimlər. Testi ümumi olaraq işləyək. PDF-dən işləyək. Təəssüf testi tapa bilmədim müəllimlər. Amma narahat olmayın, quizi də atacam. Quizi Telegrama atacam. Belə deyim, quizi işləyə bilməyən müəllimlərimə isə quizin şəklini çəkib. Hardadır bu? Aha. Quizin şəklini çəkib avtomatik WhatsApp qrupuna atacam. Siz də işləyə bilərsiniz. Narahat olmayın. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun əzizim. Müəllimə, bizdə Telegramda quizlər çox vaxt açılmır. Zəhmət olmasa qrupa atarsınız da. Yaxşı. Öncədən təşəkkürümü bildirirəm. Problem yoxdur. Narahat olmayın. Üzr istəyin, hər zaman rahatda saxlayıb edirdim. Bu səfər yadımdan çıxıb. Hər zaman mən təlimlərdən sonra testlərdə bərkitməyi xoşlayıram. Testlərlə də bərkidirik. Ümidvaram ki, dərsimizdən razı qaldınız. Mənim danışığımdan, nitqimdən razı qaldınız. Hər hansı bir sürçülisan etmədim öz nitqimdə. Sizin xətrinizə dəyəsi və yaxud sizi incidəsi heç bir sözdən istifadə etmədim. Əlavətən, kimin nəsə bir sualı varsa buyursun, ünvanlasın. Mən də sevə-sevə cavablandıracağam.
Hə, axşamınız xeyir müəllimə. Bağışlayın, sizi narahat edirik. Nə deməkdir? Hə, Xoşdur. müəllimə, can çox sağ olun, Allah razı olsun, Allah ürəyinizə görə versin. Müəllimə, dediniz ki, birinci dəfə sertifikasiya asan da olacaq, gələn dəfə yəni get-gedə ağırlaşacaq da. Yəqin ki, hər şeyin ilki biraz rahat olur, sonra Əlbəttə. çətinləşməyə doğru gedir. Bəs müsahibə nətər? Müsahibə də ola bilərmi? İlk Yox. dəfədən biraz bizə biraz Yox. yox. Müsahibə Yəni müsahibə müsahibə eyni tipdə gedir. Yəni biz necə mənim əsası biraz yəni yalan durum nə deyim, qorxum müsahibədir, nəinki imtahanda, yəni bal yığmağı düşünürəm ki, yığacam çünki bütün ballarımızdan da 40, nə bilim 39 saat belə yığıram, amma biraz nə bilim bilmirəm ki, nə sual verəcəklər, nətər olacaq. O biraz məni narahat edir, o məni qorxudur. Çalışırlar. Bildiyiniz kimi test imtahanı mərhələsinə hazırlaşmaq prosesi var. Bir də var müsahibə mərhələsinə hazırlaşmaq prosesi də. Yəni iki mərhələnin özünə məxsus təlimi var. Hazırlaşmaq metodları var, üsulları var. Düzdür, biz hal-hazırda sertifikasiya imtahanına müsahibəsinə hazırlanmamışıq, amma mən özüm MİQ imtahanı müsahibəsinə hazırlamışam və o metodlar var ki, müəllimlərin nitqi açılır, söz bazaları zənginləşdirilir, verə biləcəyi cavablara cavab verirlər, verə bilməyəcəkləri isə sualların cavablarını necə izah etmək lazımdır, necə belə deyək, cavablandırmaq lazımdır, onları da öyrədirik. Yəni bu bir növ belə deyək də komissiya üzvü deyirik də, müsahibə götürən şəxslər komissiya üzvləridir. Komissiya üzvlərini əfsunlamaqdır. Yəni özümüzə inandırmaqdır. İnandırıcı nitq qabiliyyətimizdən istifadə edərək həmin o komissiya üzvlərimizi bir növ özümüzə əfsunluyuruq. Bu şəkildədir. Hər bir belə deyək, sahənin öz müsahibəsi eyni qaydada daha. Müsahib komissiya üzvünü özünə inandırmalıdır ki, bəli, mən bu işi nəyə görə istəyirəm? Bəli, mən bu işə nəyə görə davam etdirmək istəyirəm? Mən həqiqətən Bir növ psixologiya. Bəli, psixologiyamızı təmiz saxlamalı. Mən hər bir müdavimə deyirəm. Deyirəm, niyə deyirsiniz ki, kəsiləcəm? Deyin ki, gedəcəm, ən gözəl balı toplayacam. Heç bağçada, hal-hazırda işlədiyim bağçada məndən yüksək bal toplayan olmayacaq. Bunu özünüzə deyin də, bu da pulla deyil ki, əziz müəllimlər. Motivasiyanız olsun da. Motivasiya yox, biz həm müsahibə bilirsiniz necə bir şans məsələsi kimidir ki, kimin yəni qarşısında oturacaqsan, necə bir insandır. Eləsi var ki, hə istəyir ki, güzəşt eləsin bu müəllimə keçsin. Amma eləsi var ki, sırf deyir ki, qələmini qıracaq. Bunlar hesab deyirlər, başa düşmək lazımdır. Nurani müəllimə, sizin belə deyək, həmin o psixologiya fərqli bir psixologiyadır. Başa düşmək lazımdır ki, o da məni kimi hər hansı səhər-səhər durur, əl üzünü yuyur, yeməyini yeyir, ailəsi ilə sağollaşıb işə gedir. Onun da işi komissiya üzvü olmaqdır. Özünüzə inanın, o da insandır, məni kimi bir insandır, məni atıb yeməyəcək ki. Həyəcan çox başqa bir şeydir. Çalışmaq lazımdır ki, o həyəcanımızı idarə edək. Və bunun da metodları var. Hal-hazırda da çox çətinləşib. Uşaq sayının üstünə dəhşət düşüb. Məsələn, uşaq xəstələnirsə, bu bizim günahımız olmasa da, yəni görürəm ki, çox bağçalar artıq qrupaları bağlayırlar ki, uşaq sayı azdır, artıq depo deyir ki, yeyinti artıq gedir. Yəni bunun üstünə dəhşət düşüblər. Ki elə barəsində nə edirlər? İcmal qruplarını açırlar. Gördüyünüz kimi son illərdə icmal qruplarında həddindən artıq çoxalmalar olub. Nəyə görə? Emin Əmrullayev özü də deyir ki, bizə icmal sərf eləyir, bağça sərf eləmir. Niyə? İcmal 2 saatlıqdır. Orada yemək yoxdur, orada yatmaq yoxdur. Orada digər bu maliyyə məsələsidir də, maliyyə məsələsi. O adam sırf maliyyəni fikirləşir. Sırf belə deyək də, dövlətə ən az səviyyədə belə deyək, təhsil nə qədər ziyan vura bilər. Gördüyünüz kimi imtahanları pullu etdilər, MİQ imtahanlarını pullu etdilər. Sertifikasiyanı, diaqnostikanı deyil də MİQ imtahanlarını pullu etdilər. Nəyə görə? Deyir ki, MİQ-ə mən gedirlər, belə deyək, gələn müəllim gəlir, gəlməyəndə gəlmir. Nə qədər belə deyək, kompüterlər gedir. Mən nə qədər ora tok çəkirəm, nə qədər kompüter vəsaiti ayırıram. Ona görə sırf, yəni maddiyyatdan fikirləşir o adam. Məsələn, ola bilərmi bağçalar get-gedə azalsın? Yəni bizim də şansımız azalır da, müəllim yox. Şəhər bağçalarında baxacaqlar da, statistikaya baxacaqlar. Şəhər bağçalarında çoxalma gözlənilir həqiqətən də. Çünki belə deyək də, Azərbaycanın yarısı gedilib Bakıya yığılıb, özünüz gördüyünüz kimi. Elə bir başqa yerlərdə yoxdur yaşayan. Azərbaycanın yarısı Bakıya yığılıb və həqiqətən də dövlət bağçasında yer yoxdur. Sıraya girirsən, portal açılır, portal açılan kimi dolur. Bakı bağçalarında hal-hazırda vəziyyət bu yerdədir. İndi nə ediblər? Bu ildən qərar çıxardıblar ki, dövlət neçə bir faizin götürsün valideynin üzərindən özünə, özəl bağçalara uşaqların qoysunlar. Elə bir yarı-yarıya 50%-in dövlət ödəyəcək, 50%-in
valideyn ödəyəcək. Belə edirlər. Amma Bakıda artma ehtimalı var bağçalar. İndi aramızdan neçə nəfər Bakıda da tərbiyəçi müəllim olaraq işləyir bilmirəm. Onlar üçün gözəl bir hadisə. Amma müəllimə qruplar sözünüzü balla kəsim. Valla mən axır vaxtlarda eşidirəm ki, qruplar bağlana gedir Qruplar yəni. bağlanır, düzdür. O 2 bağça qruplar çox bağlanır. birləşdirirlər, o da var. Yəni bu belə deyil ki, davamlı olaraq belə gedəcək. Elə olacaq ki, gələni yenə açacaqlar. Uşaq sayı çox olsa, uşaq bağça belə deyək, rəhbərliyi uşağı yığa Üzr bilsə istəyirəm, açacaq. müəllimə bir fikir bildirim. Müəllimə, siz narahat olmayın sual verən müəllimə. Çünki sən bizim rayonda fikir verirəm. Bir yerdə əgər qrup bağlayırlarsa, digər yerdə onu bərpa eləyirlər. Məsəl üçün bizim rayonda bağça var idi, tikilmişdi, qalmışdı illərdə aça bilmirdilər, yəni maliyyələşdirə bilmirdilər. Bir-iki dənə yaxın rayonlardan, öz rayonumuzdan qruplar bağlandı. Faktiki o bağçaların şəraiti çox zəif idi. Uşaqlar az gəlirdi. Həmin o maliyyəni yönləndirdilər. Məhz o açılma ehtimalı gecikən bağçaya və oranı açdılar. Yəni o maliyyə orada itirilmir. Bir yerdə dayanırsa, digər yerdə bərpa olunur. Bəli. Yəni ki, balansı hər zaman saxlayırlar. Nərmin müəllimənin bir sözü var ki, balansı saxlayırlar. Bir yerdə bağlanırsa, digər yerdə açılır. Düzdür. Bəli, Amma bəli. o da bu illik ola bilər. Məsəl üçün gələn il sizin bağçanızda uşaq sayı çoxala bilər, yenə oradan açıla bilər. Daha çox olan texniki işçiyə olur. Texniki işçiləri bir yerə yerləşdirə bilmir, amma müəlliməni bağça daxilində hər hansısa bir yerə yerləşdirə bilirlər və yaxud da onu da kəsirlər, heç yeri olmursa. Amma mən yenə də deyim, hal-hazırda bu gedən gedişata baxaraq deyirəm ki, bağçaların azalmağı deyil də tam tərsinə çox olma ehtimalı daha yüksəkdir. Başqa kimin nəsə sorğusu, sualı varsa verə bilər, sevə-sevə cavablandıracağam. Salam müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun Rumiyə müəllim. Yeni qoşulmuşam. Sizlə ilk tanışdığımda Lap gözəl, xoş gördük. Çox sevindim. Müəllimə, bu nəzəriyyə dərs barədə bir dənə sual verim sizə. Buyurun. Bu başqa hansı nəzəriyyəyə oxşar cəhətləri var, düşə bilər? Məsələn, hansı nəzəriyyələrlə bu Voldos Bəli, nəzəriyyəsinin çox fərqi vaxt, var? baxın, əvvəl, məsəl üçün, belə deyək də, bu MİQ imtahanında belə bir hadisə oldu. Çox gözəl bir yerə barmaq basdınız Rumiyə müəllimə. Təşəkkür edirəm bu sualı verdiyinizə görə. Deməli, neynəyirdilər? Deyirdilər ki, nəzəriyyələrdə bizə öyrədən metodda, yəni biz tərbiyəçi müəllimləri öyrətdiyimiz şəkildə deyirdik ki, məsəl üçün, Vygotsky ilə Montessori'nin, daha doğrusu Reggio Emilia'nın ortaq cəhətləri var. Piaget ilə Montessori'nin ortaq cəhətləri var. Amma bu səfər verdilər. Düşən sual nə oldu? Dedilər ki, Vygotsky ilə Reggio Emilia'nın fərqi nədən ibarət idi? Bunu verdilər bizə sual olaraq. Müəllimə də demək istəyir ki, bu nəzəriyyənin hansı digər nəzəriyyələrlə oxşar cəhəti var? Var. Məsəl üçün, Montessori ilə oxşar cəhəti var, Reggio Emilia ilə oxşar cəhətləri var. Yəni, onlarla oxşar cəhətləri var. Hətta belə deyək də, bu yeni çıxan PDF-lər arasında üçünü bir PDF-in içərisinə yığmışlar, amma mən elə etmədim. Mən istədim ki, Waldorf nəzəriyyəsinin xırdalıqlarına qədər, xırda detallarına qədər sizə aşılayım. Ümidvaram ki, hər birini rahat öyrəndiniz. Çünki müəllimlər, bu bir şey elədir ki, mən hər zaman deyirəm, zəncirvari bir formadadır. Metodika elə bir şeydir ki, zəncirvari formadadır. Yaxşı oxumasanız, bir mövzunu qaçırsanız, zəncirin bir halqası qırılacaq. Çalışmaq lazımdır ki, bünövrədən yavaş-yavaş o zənciri toxuya-toxuya getmək. Onda həqiqətən də gözəl bir bal toplayacaqsınız. İnşallah gələn dərslərimizdə Montessori-ni də keçərik. Biz hələ ki davam edəcəyik də müəllimlər. Belə qalmayacaq ki, gələn həftələrdə də olacaq. Axşamınız xeyir olsun Pərvin müəllim. Fidan müəllimə, hansı yanaşmada uzun müddət, yəni 3 il, 7 il bir müəllim bir qrupla məşğul olur? Hansı yanaşmada? Bəli. Montessori yanaşmasında bu belə olmalıdır. Bircə saniyə. Aha. Emilia'da da düzdür, bilirsiniz müəllimə, bu nəzəriyyələrin bir çoxu bir-birlərinə oxşar olduqlarına görə, yəni üçü də yenə də deyirəm, uşaq yönümlü təhsilə əsaslanır, yəni təlimin əsas məğzində uşaq dayanır. Bəli müəllimlər. Narahat olmayın Pərvin müəllimə, mən bunu YouTube-a da qoyacağam. YouTube-dan da izləyə bilərsiniz təkrar olaraq. Tək bu yoxdur. Bir çox mövzunu mən izah etdiyim, heç vaxt təkrara düşmürəm. Hər zaman yeni mövzuları mən YouTube kanalına yükləyirəm. Yeni mövzunu
dərsini keçib YouTube kanalına yükləyirəm. Orada baxa bilərsiniz. YouTube kanalımızı WhatsApp-da statusuma qoyacağam. Oradan təkrar olaraq izləyə bilərsiniz və yaxud da kanala atacağam WhatsApp kanalımıza. Belə müəllimlər, testi də yenə də deyirəm, narahat olmayın. Mən çox təəssüf edirəm ki, bu belə oldu. Testi mən hal-hazırda işləyə bilmədim. Amma gələn dərslər mütləq formada testlərdə olacaq. Testi qruplara da atacağam. Yenə də deyirəm, çalışın ki, müəllimlər boş buraxmayasınız. Sükanı qəti boş buraxmağa gəlməz. Əgər sükanı boş buraxsaz, desəz ki, yox, əşi, mən bu yaşım deyil, hazırlaşıram. Keçəcəm, keçməyəcəm. Belə deməyin qəti surətdə. Çalışın, hazırlaşın. Ən azı 35%, belə deyək, 35 balı toplayın, 10% maaşınız artsın. Belə deyim, ödənişli qruplarımız da var, qoy onu da deyim. Belə deyək, ənənəvi olaraq qoy onu da izah edim. Ödənişli qruplarımız da var. Fevral qrupumuz ayın 20-si açılacaq inşallah. Hal-hazırda müəllimlərimiz artıq qeydiyyatdan keçiblər. Yerlər çox məhduddur. Mən 10 dənədən artıq əti surətdə bir qrupda müəllim saxlamıram ki, dərsim keyfiyyətlə keçsin. Qiymətlərimiz də münasibdir. Kim ki maraqlanmaq istəyir, mənim dərs başa salmağım onun xoşuna gəlib, yaza bilər. Qiymətlərimiz həqiqətən də cib yandıran dərəcədə deyil. Bu qədər. Allah amanında qalın. İnşallah gələn dərs görüşərik. Ümidvaram ki, dərsimizdən razı qalmısınız. Bu qədər. Çox sağ olun müəllimə. Allah razı olsun. Çox sağ olun müəllim, Allah razı olsun. Çox sağ olun müəllim. Siz sağ olun.